Yüksək sürətlə hərəkət edən mikroavtobus sürücüsü ağır qəza törədib. Qəza nəticəsində avtomobilin hissələri ətrafa dağılıb. Avtobusdan Qazax istiqamətində hərəkət edən Ford markalı sərnişin avtobusunun sürücüsü Ağstafa rayon sakini Cəmil Həsənov rayonun Düzcürdaxan kəndi ərazisində dönmə əməliyyatını yerinə yetirə bilməyərək avtomobili yol kənarındakı betonlara çırpıb. Hadisə zamanı mikroavtobusda sərnişin olmadığından yalnız sürücü xəsarət alıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan Cəmil Həsənov isə hadisə yerinə çağırılan yanğın söndürən xilasedicilər çıxardıblar. Dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Nigar Məmmədova, Kamran Əskifaralı, Rüfət Tağıyev, Səs TV, Tovuz.